Salam, hər vaxtınız xeyir. Düz xətlər ay növbəti məsələnin həllinə baxırıq. Şərtdə deyilir ki, paraleloqramın iki tərəfinin tənliyi və C təpə nöqtəsi verilmişdir. Onun qalan tərəflərinin tənliyini yazın. Biz bu paraleloqrama ABCD paraleloqramı dedik. C təpə nöqtəsini qeyd etmişəm. İki tərəfinin tənliyi verilib. Birinci, x çıx 3y bərabərdir 0. Bunu y bərabərdir kx plus b şəklində yazsaq, y bərabərdir x bölünsün 3 kimi yazmaq olar. İkinci tənliyi isə 2x üzərinə gəl 5y üzərinə gəl 6 bərabərdir 0 şəklindədir. Buradan y tapsaq 5y bərabərdir mənfi 2x çıx 6, y bərabərdir mənfi 5-də 2 x çıx 5-də 6. İki tərəfinin tənliyi verilib. Əvvəlcə yoxlayaq ki, C nöqtəsi bu düz xətlərdən hər hansısa birini ödəyir, yoxsa yox. Bilirik ki, nöqtə düz xətt üzərindədirsə, onda həmin nöqtənin koordinatları düz xəttin tənliyində yerinə yazdıqda bu tənliyi ödəməlidir. Doğru bərabərliyə çevirməlidir. C nöqtəsinin koordinatları 4 mənfi 1-dir. Yerinə yazsaq, x-in yerinə 4, y-in yerinə mənfi 1 yazsaq, x-in yerinə 4 yazanda olur 3-də 4, mənfi 1-dən fərqlidir. Deməli, birinci düz xəttin tənliyi, yəni x çıxılsın 3y bərabər 0 və yaxud y bərabərdir x bölünsün 3 şəklində olan düz xəttin tənliyi nə BC tərəfinin tənliyidir, nə də ki DC tərəfinin tənliyi. Çünki BC və CD düz xətləri C nöqtəsindən keçdiyindən C nöqtəsinin koordinatları həmin düz xəttin tənliyini ödəməlidir. Odur ki, birinci düz xəttin tənliyi ya AB tərəfinindir və yaxud da AD tərəfinindir. Nə BC-nin, nə də CD-nin tənliyi deyil. İndi C nöqtəsinin koordinatlarını ikinci düz xəttin tənliyində yerinə yazıb yoxlayaq. X-in yerinə 2 yazdıqda, 4 yazdıqda 2 vur 4, 8, üzərinə gəl 5 vurulsun y-in yerinə mənfi 1 yazdıqda 8 çıxılsın 5 üzərinə gəl 6, 0-dan fərqli olacaq. C nöqtəsinin koordinatları ikinci düz xəttin tənliyində ödəməlidir. Deməli, ikinci düz xəttin tənliyi ya AB tərəfinindir və yaxud da AD tərəfinindir. Bunlardan fərqi yoxdur. Bunu da birinci götürmək olar, bunu da ikinci düz xəttin tənliyi kimi götürmək olar. Birinci düz xəttin tənliyində K bərabərdir 3-də 1-dir. Buca qəmsalı. İkinci düz xəttin tənliyində isə buca qəmsalı K2 desək, buna K1 deyək. K2 mənfi 5-də 2-yə bərabərdir. Paraleloqramın da qarşı tərəfləri bir-birinə paraleldir. AB tərəfi paraleldir CD-yə. BC tərəfi paraleldir AD-yə. Onda AB və CD tərəflərinin tənliyini yazdıqda bu düz xətlərin buca qəmsalları bir-birinə bərabər olacaq. Çünki AB CD-yə paraleldir, BC də AD-yə. Paralel düz xətlərin buca qəmsalları bir-birinə bərabərdir. AB tərəfinin tənliyi yazsaq, bizə verilib, birinci düz xəttin tənliyini AB tərəfinin üçün qəbul etdik. Odur ki, bunun buca qəmsalı 3-də 1-dirsə, CD tərəfinin də buca qəmsalı 3-də 1 olacaq. CD tərəfinin buca qəmsalı K3 deyək, bərabər olacaq K1-ə, K3 bərabər olacaq K1-ə, o da bərabər olacaq 3-də 1-ə. Və CD tərəfi buca qəmsalı tapdıq, keçdiyi C nöqtəsi var, C nöqtəsindən keçir CD tərəfi. Odur ki, onun tənliyini yazmaq olar, buca qəmsalı tənliyini yazmaq olar. Buca qəmsalı tənliyi də bu şəkildədir. Y çıx, Y0 bərabərdir
K vur x çıx x0. Burada x0 4'dür, y0 -1. Gəlin tənliyi yazaq. Y çıxılsın -1 bərabərdir. Bu cəğəmsalın tapdıq 3'də 1. 3'də 1 vur. X çıx x0'da 4 idi. 4. Y üstə gəl 1 bərabərdir. 3'də 1 x çıx 3'də 4. Y bərabərdir. 3'də 1 x çıx 3'də 4 çıx 1. Y bərabərdir. 3'də 1 x 3'də 1 x çıxılsın 3'də 7. Hər tərəf 3'ə vuraq. Düz xətti belə də saxlamaq olar. Hər tərəfini 3'ə vursaq 3y bərabərdir. X çıx 7. X çıx 3y çıx 7 bərabərdir 0. Düz xətti belə də saxlamaq olar. Bu düz xəttin bu cəğəmsallı tənliyidir. Bu isə düz xəttin ümumi şəklidir. Bunların hər biri CD tərəfinin tənliyidir. CD tərəfinin tənliyini tapdıq. İndi isə BC tərəfinin tənliyini yazaq. BC tərəfinin tənliyini yazmaq üçün onun bu cəğəmsalını bilmək lazımdır. AD tərəfinin tənliyini ikinci tənliyi qəbul etdik və bunun bu cəğəmsalı K2 bərabərdir. -5'də 2'dir. AD'nin bu cəğəmsalı -5'də 2'dirsə, onda BC tərəfinin də bu cəğəmsalına K4 desək, bu da olacaq -5'də 2. Çünki AD BC'yə paraleldir. BC tərəfi üçün yazsaq, K4 bərabərdir K2, o da bərabərdir -5'də 2. BC tərəfi C nöqtəsindən keçir. Odur ki, yenə biz düz xəttin bu cəğəmsallı tənliyi yazaq. Y çıxılsın -1 üstə gəl 1 bərabərdir K. K -5'də 2'dir. Yəni bu cəğəmsalı. X çıxılsın x0'da 4. Y üstə gəl 1 bərabərdir -5'də 2 x üstə gəl 5'də 8. Buradan Y bərabərdir -5'də 2 x üstə gəl 5'də 8 çıx 1. Y bərabərdir 5'də 2 x üstə gəl 5'də 3. BC tərəfinin bu cəğəmsallı tənliyi bu şəkildə olacaq. Hər tərəfin 5'ə vursaq 5y bərabərdir çıx 2x -2x üstə gəl 3. 2x çıx üstə gəl 5y çıx 3 bərabərdir 0. BC tərəfinin ümumi şəkli olacaq.